İndi uzanıqlı haldasınız. Özünüzü necə hiss edirsiniz? Yaxşı, Allah Uzananda yoxdur. gizlənmə, baş gizlənmə falan. Uzananda özünüzü yaxşı hiss edirsiniz. Yoxdur. Əla. Birazdan ayaq üstə oturanda çəkəcək. Davam eləsin. Yox, davam eləsin. Gözün, təzyiq ölç buradan. Buranı çək. 164, 109. Güzel. İndi siz zəhmət olmasa oturun. Oturun, çəkiş davam olsun. Kəsin. Oturun. Özünüzü necə hiss edirsiniz? Belə də. Yaxşı hiss edirsiniz. Oturanda biraz bir dəqiqə çəksin. Sonra indi sizin təzyiqinizi yenə də ölçəcəm. Görə oturanda necə olacaq təzyiqiniz. Gözləyin, gözləyin. Uzananda ile indi oturanda arasında bir fark hissedirsiniz mi? Yavaş yavaş dəyişir də. İndi hissedirsiniz farkı. Bəyəsinə baxanda yox, bəyəs çox ortum deyin, fərqi çox oldu. Benim de böyle fərqi var. Oturanda ile uzananda arasında fark hissedirsiniz. Ayak üstəysə lap fark hissedirsiniz. Gəl təzyiq göz, buradan. Yaxşı, əslində amma oturanda daha da yuxarı olmalıydı. İndi zəhmət olmasa ayağa qalxın. Bir dəqiqə, əslində 3 dəqiqə dayanmalısınız. 3 dəqiqədən sonra ölçməliyik təzyiqinizi. Özünüzü narahat hiss edirsinizmi? Narahat hiss eləsəz deyəs, yaxşı. Bayaq ama daha pis hiss edəriz ha, birinci dəfədən qalxaq. Uzanında bak. Lütfen rahat ve sessiz olun. Kol manşonunu kalbinizle aynı seviyeye getirin. Ölçmeye başlayalım. Yıxırsan. Gəl, ölç. 9.9. Otur, otur. Uzan indi rahat. Küçük tansiyon. 6.6. Ayak üstə çox pis edir ha. Tam dakikada Buradan da çək, gözünü iyi çək. atım atıyor. Ölçüm bitti. Dünya Su. Ayak üstə özünüzü çox pis elədiniz, düzdürmü? Tamam, bir iki dəqiqə qaçsın yıxılacaqdı. Hə, oldu, sağ olun. Yıxılmağınız da olub da ayak üstə, düzdürmü? 2 dəfə, 2-3 dəfə. 3 dəfə yıxılmağınız olub. Oldu.